Hər vaxtınız xeyir olsun. Mən Əhmədov İbrahim, ölkə prezidenti İlham Əliyev cənablarına və vice-prezidentimiz Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm. Müraciətimin mövzusu bundan ibarətdir ki, cənab prezident, mən 16 il Azərbaycan Respublikasının atletika idman növü üzrə müxtəlif yarışlarda təmsil etmişəm. 13 Avropa kuboku, eyni ilə Avropa oyunlarında, İslam oyunları, dünya çempionatı, 2 hərbi olimpiya oyunlarında təmsil etmişəm, mükafatlar qazanmışam. Ölkənin tanınmasında elə hesab edirəm ki, mənim də mühüm rolum olmuşdur. Özüm respublika rekordçusu və 2 növdə idman ustasıyam. Və buna sübut olaraq cənab prezident, sizinlə çəkdirdiyim xatirə şəkillərini təqdim edirəm. Yüzlərlə diplomlarımı, medallarımı saysız hesabsız və onu qeyd etmək istəyirəm ki, artıq 9 ildən çoxdur ki, Avropa oyunlarından bu tərəfə zədələrlə mücadilə aparıram. İllərlə olub yataqda qalmışam, ağrılar içində. Heç bir qurum mənimlə maraqlanmayıbdır. Mən istifadə olunub tullanmış kimi hiss edirəm özümü. Eyni zamanda da çox ağır xəstəliklə mübarizə aparıram və ömürlük dərman içirəm. Bununla bağlı mənə ikinci qrup təyin etmişdilər, 220 manat pensiya. İş qabiliyyətim də yoxdur. Müraciətimin əsas səbəbi odur ki, 9 il bundan qabaq bankdan pul götürmüşdüm. Onu ödəyə bilmədim. O xəstəliklərlə bağlı imkan olmadı işləməyə və cüzi bir borc faiz üstünə qatlana 2-3 min arası oldu və hal-hazırda bunu 8 ayda mənim pensiya kartımdan çıxırlar. Sadəcə olaraq bu aydan artıq pensiyamın hamısını tutmağa başlayırlar. Bunun da mən müraciət elədim banka. Bank mənə bildirdi ki, biz məhkəmənin qərarı ilə hərəkət edirik. Və buna görə də sizə müraciət edirəm. Xahiş edirəm bununla bağlı bir ölçü götürəsiniz. Rayət İmam Əliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Əziz Azərbaycan xalqı, yaxın oturun. Cinsi azlıq baboşa maşın hədiyyə edənlər, TikTokerləmana 500 manatlıq şir atanlar, Samir Alduya 1000 manat verib açılışa dəvət edənlər, Məktəbli Adəmə 500 manat verib məclislərinin başında ağsaqqal kimi oturdanlar, qısasası, bayram sevərlər, siz də yaxın oturun. Bir Avropa çempionunun müraciətini eşitdinizmi? Avropa çempionu, respublika rekordçusu, atletika üzrə idman ustası, milli komandanın sabiq üzvü, Azərbaycan bayrağını dünya ölkələrində dalğalandıran bir insanın, İbrahim Əhmədovun sosial faciəsi ilə tanış oldunuzmu? Bu adam trasta avtoşluq edib zədələnməyib. Bu adam kafedə dava salıb döyülüb yara almayıb. Bu adam dünya Azərbaycanı tanıtmaq üçün məşqdə zədə alıb, işləmə qabiliyyətini itirib. Sağ olsun, hökumət təqaüd ayırıb. Amma gündə SMS-lə sərfəli kredit təşrifi ilə bizi qızışdırıb, şirnikləndirib, əslində soyğunçuluq edən bir bankın dırnaq arası qəzəbinə tuş gəlib həmin pensiya. Vaxtı ilə adamın 220 manat pensiyasından müəyyən faiz tutulub. Bugün hamısını tutub bu əlil çempionu ac-susuz saxlamaq hansı qeyrətin, vətənpərvərliyin təcəssümüdür? Faiz yükləmişsiniz adama. Dünya idmançılarının dizini yerə qoyan İbrahim Əhmədovun dizlərini 9 ildə 900 dollara görə bank rəsmləri yerə qoyub. Soyğunçuluqdur bunun adın. Silin ay bank kişiləri, silin onun borcunu, ayıbdır. Azərbaycanı dünya tanıdan adamı peşman etməyin o vətənpərvərliyinə. Dünya arenalarında azı 10-15 dəfə Azərbaycan bayrağını göylərə qaldırıb, dünya tanıdıb, yüksəldən bir adam bizlər üçün sizin bank fəaliyyətinizdən qat-qat qiymətlidir. Bizi başqalarına biabır etməyin. İbrahim Əhmədov qürurlu adamdır. Amma arxadan vurulan zərbə filində deyildiyi kimi ondan bu müraciəti ünvanlamağı mən xahiş etmişdim.